Avqust ayı yalnız bu bürclərə sevinç gətirəcək. Əvvəlcədən deyim, məni qınamayın, çünki siyahıda heç mənim də bürcüm yoxdur. Əvvəldən bütün əqrəblərə başsağlığı verərək keçirəm xəbərə. 5 avqust tarixində və gündəm xəbərinin efirində isə astroloji bir proqnoz olacaq. Belə ki, avqust ayında bu bürclər, yəni əsl yenidən başlama nöqtəsi yaşayacaqlar. Hətta bununla bağlı xüsusi araşdırmalar, astroloji tarot biliciləri belə deyir ki, 5 bürc uğursuzluq dövrünü geridə qoyacaq və rahatlıq hissini hiss eləyəcək və həyatlarının tədricən yaxşıya doğru dəyişdiyini də görə biləcəklər. Avqust ayında yeni bir başlanğıcdan faydalanacaq bürclərin ilk sırasında şirlər yer alır. Artıq şir bürcünün üzvləri çoxdan mənasını itirmiş şeyləri daşımağa ehtiyac duymurlar. Avqust ayı vacib bir həqiqəti ortaya çıxaracaq ki, bütün döyüşlərdə qalib gəlmək lazım deyil. Bəziləri sadəcə geridə qalmalıdır deyir və bu qərar yeni imkanlar üçün də onlara demək olar ki, yer açmış olacaq. Ayın ikinci yarısı isə iş, maliyyə və ya şəxsi həyatla bağlı xoş xəbərlər gətirəcək. Dəyişikliyə etibar edin və yeni imkanlara hə deməkdənsə çəkinməyin. İkinci sırada isə xərçəng bürcləri yer alır. Avqust ayı nəhayət ki, xərçənglər üçün daxili dincliyi bərpa eləyəcək və emosional cəhətdən tükəndirən hadisələr tədricən öz gücünü itirərək yerini sabitliyə və gələcəyə bir inama yönləndirmiş olacaq. Kartlar isə özünüzə və sizi həqiqətən də xoşbəxt edəcək insanlara daha çox vaxt ayırmağı məsləhət görür. Yaxınlarınızın dəstəyi nəhayət ki, bu çətin dövrü geridə qoymağınıza və eyni zamanda həyatınızda yeni bir fəslin qapısını açmağa da kömək eləyəcək. Üçüncü şanslı bürclər sırasında isə tərəzilər yer alır. Belə ki, tərəzilər səbirlərinə görə çoxdan gözlənilən mükafat alacaqlar. Son bir neçə ay ərzində sonsuz bir sınaq kimi görünürdüsə də avqust ayı bütün çətinliklərin buna dəyər olduğunu görmüş olacaqlar bütün tərəzilər. Uzun müddət ki davam edən bir problemi həll etmək üçün şans yaranmış olacaq. İş, köçmə və ya yeni tanışlıqlarla bağlı məsələlər xüsusilə əlverişli olacaq. Gözlənilməz təklifləri rədd eləməyin və onlar gözlədiyiniz fürsətləri ehtiva eləyə bilər deyilər tərəzilər üçün. Oxatan bürcləri də ayın ən şanslıları sırasındadır. Belə ki, oxatanlar həyatın həyəcanını yenidən hiss eləyəcəklər. Bu müddət şübhə və qeyri-müəyyənlikdən sonra növbəti addımınızı hara getmək istədiyinizi anlayacaqsınız və bundan əmin olacaqsınız. Və avqust ayı ilham, yeni ideyalar və qorxmadan hərəkət etmək istəyi gətirəcək sizlərə. Belə ki, keçmiş səhvlərə baxmayın, bu sizə tövsiyə olunur. Bu tövsiyənin də ardınca bu ay irəli baxmağın və xüsusilə cəsarətin əvvəllər bağlı görünən qapıları açmağınıza kömək edəcəyi bildirir. Odur ki, cəsurluğunuzu bu ay maksimum dərəcədə göstərin. Və sonuncu ən şanslı ay isə, daha doğrusu bürc isə ayın şanslı bürcü oğlaqlardır. Oğlaqlar üçün avqust ayı zövq və dinclik ayı olacaq. Son zamanlar yaranan gərginlik azalmağa başlayacaq və çətin vəziyyətlər gözlədiyinizdən daha tez həll olunacaq. Kartlar vaxt ayırmağı və hər şeyi idarə etməyə çalışmamağı sizə tövsiyə eləyir. Bəzən ən yaxşı dəyişiklik həyatın öz-özünə düzəlməsine icazə verdiyiniz zaman gəlir deyirlər və ayın sonunda xoş bir sürpriz mümkündür. Bu da nəhayət ki, çətinliklərin keçmişdə qaldığına sizə inandıracaq. Gündəm xəbəri bu məlumatı isə Lentaza istinadən diqqətinizə çatdırdı. Sada aldığımız bürclər xaricində bütün bürclərə Allahdan xeyirli şans, uğur və bərəkət arzulayırıq.